Onların problemləri nədir? Kifayətlənirlər atalarını təqlid eləməklə. Ona görə Şeyxülislam Muhammed Təmimi məsələni harda gətirib? Məsəil-ü Cəhiliyyə kitabında. Cahiliyyə məsələlərindən nə? Ataların yoluna tabi olmaq. Atalarımız belə görmüş. Ona görə bu nəyə işarə verir? Bu işarə verir ki, Müslüman evdə, ailəsində və s. nə etməlidir? Allahın nazil etdiyini hökmranlıq etməlidir. Allahın nazil etdiyini uymalıdır. Sabahları onun uşaqları da deməsinlər ki, atalarımızın yolunla getmişik. Atalarımız bizə yolka qururdu, biz də yolka qururuq. Bəli, sən nümunəsən. Bugün sən uşağa yolka qursan, sonra görəcək. Biri de ona deyəndə ki, tabi olmaz yolka qurma deyəcək. Yox, mən atam belə görmüşəm. Özdə atam namaz qılan idi. Anam hicablı idi, yolka qurmuşdu. Mən belə görmüşəm. Sen artık onu niye biliyorsun? Özündən sonra pis bir yol koyacaksan. O da atalarını batilde təqlid edəcək. Deyəcək, namaz qılan idi. Bu sualı mənə 2 gün bundan əvvəl məclisdə verdilər. Dedim, necə olur ki, ay müəllim, namaz qılanlar, o hicablılar var, bunlar qururlar. Hiçbir zaman cahilim deyil, mən qurmaq istəmirəm. Ki bizim bayramımız deyil. Necə olur ki, namaz qılanlar və s. Bunlar deyil, məsuliyyət daşıyırlar, bəli, məsuliyyət daşıyırlar. Gələcəkdə uşaqlar sağa baxıb qursalır işlə. Sən pis nümunə olacaqsan. Mən o uşağa deyəndə ki, ya kimsə o uşağa deyəndə ki, bağa qaradır, olmaz keçirmə və s. dedi. Mənim atam namaz qılan idi, yolka qururdu. Mənim anam hicablı idi, bayram keçirirdi, batil bayram. Ne olacaksan? Pis bir nümunə. Ona göre usva 2 cür olur. Nümunə 2 cür olur. Usvatun həsənə, gözəl nümunə, Kur'an okuyacaksan, namaz, Allah'ın dini möhkəm yapacaksan. Özün eləməyəcəksən, ad günü keçirməyəcəksən. Səndən sonra uşaqların da keçirməyəcək. Yoksa sen özün ona olmaz, buna olmaz. Allah'tan korunmasan sen özün onu eləyəcəksən. Ve pis bir nümunə olacaksan. Çünkü fesat fesadı getirecek. Fesat nəyə getirecek? Fesadı getirecek. Sen özün eləməzsən, sen özün onu eləməzsən, bundan sonrakilərə də nə olsun, nümunə olsun. Yani deməsin ki, mən atalarımızı belə görmüşüm batıl üzərində, sabahları səni evlatların və s. Ki mən belə görmüşüm, onlar da ibadət edən idi və s. Çünkü uşağın özündən başa salmaq lazımdır ki, ataların yoluna tabi olmayın. Biz nümunə deyilik. Nümunə İslam sizə İslam öyrənin. Çünkü bu günləri atalarının, analarının, imanının zəif uzbatından uşaqlar səhv tərbiyə olunurlar. Ata zəifdir, ana zəifdir imanda, ad gün keçirirlər, şəm yandırırlar və s. Uşaq da bunu götürür. Sonra da bunu inkar eləyəndə sabahlar neyəcək? Uşaq da başa düşəcək ki, sən ona batili çağırırsan. Əslində sən ona haqqı deyilsən. Amma o deyəcək ki, atam məsələn, atam namaz qılan idi, həccə getmişdi, həcdən gəldilər, yolka qurdular, ümrədən gəlib. Aydındır, uşaq anlamır ki. Nəyə görə onu götürəcək? Ona görə düzgün nümunə olmaq lazımdır. Bir yaxınlarda sual verdilər mənə məclisdə ki, ay mənim, bəs bu bəzi ibadət edənlər çox təəssüf. İbadət edənlərin bu halda olması çox təəssüf. Azılı da kufr. Küfrə razı yox, elə küfrüdür özü. Uşaqlar var, uşaqları başqa şeylə sevindirmək lazımdır. Yolkanla yox. Başqa şeylə sevindir uşaqlar. Hədiyə al, gəzdir və s. Batıl şeylə sevindirmək, bu bəhanələrin arxasına sığınaraq, özünə üzür qazandırma. Necə yəni, qiyamət üçün deyəcəksən ki, ya Rabbi, mənim uşaqlarım var idi, uşaqların xətrinə dəyməsin deyə uşaqlar, yox, asla. Ona görə alimlər nə deyirlər? Deyirlər, bu cümləni yadda saxlamaq lazımdır. Fəliyəud sualə cavabən, fəliyəkunil cavab savabən. Suallara, Allahla qarşılaşanda cavab hazırla indidən. Amma elə cavab hazırla ki, keçərli cavab olsun. Hər cavab keçməyəcək orada. Hər bəhanə keçməyəcək, hər üzr olmayacaq, yox. Elə suallara cavab hazırlayın ki, doğru cavablar olsun.